Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə romantizm ədəbi cəryanının görkəmli nümayəndələrindən biri olan Məhəmməd Hadinin Türkün Nəğməsi şeirinin təhlilinə baxırıq. Əvvəlcə şeiri bəndlər şəklində oxuyaraq təhlil edək, sonra isə şeirlə bağlı ümumi qeydlərimizə nəzər salarıq. Başlayaq. Türkün Nəğməsi. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsə hədərmi? 4 ildə verilmiş bu qədər can hədər olmaz. Məfkürə yolunda tökülən qan hədər olmaz. Qiymətli olan xuni şəhidan hədər olmaz. Dul qalmış olan növhey nisvan hədər olmaz. Bax sən sonuna himməti türkan hədər olmaz. Bədbəxt olan əfğani yetiman hədər olmaz. Deməli, burada ilk olaraq qeyd olunur ki, misraların anlamına, mənasına baxaq. Deyir, Türkün tökülən qanları. Yəni, burada 4 il verilib. 4 il 1914-1918-ci illər 1-ci Dünya Müharibəsi nəzərdə tutulur. Və demək istəyir ki, 4 il müddətində, yəni 1-ci Dünya Müharibəsi müddətində Türkün tökülən qanları bihudə, yəni boşuna getməz, hədər getməz. Və bunu deyir, diqqətlə düşünün. Bu qədər qan hədər ola bilərmi? Bu qədər tökülən qanlar hədər gedə bilərmi? Və eyni zamanda deyir ki, 4 ildə verilmiş bu qədər can hədər olmaz, məfkürə yolunda tökülən qan hədər olmaz. Məfkürə ideyadır, bilirsiniz. Yəni bir şey uğrunda mübarizə apardığın amal, ideya deməkdir. Yəni deyir ki, məfkürə yolunda tökülən qan, məqsəd uğrunda tökülən qan hədər olmaz, boşuna getməz. Qiymətli olan xuni şəhidan hədər olmaz. Xuni şəhidan deyəndə burada şəhidlərin qanını nəzərdə tutur. Deyir, yəni şəhid qanını qiymətli adlandırır və deyir ki, qiymətli olan xuni şəhidan hədər olmaz. Burada da qeyd olunub, xuni şəhidan hədər olmaz. Dul qalmış olan növhey nisvan hədər olmaz. Növhey nisvan deyəndə burada qadınların şivəni nəzərdə tutur. Bilirsiniz ki, müharibədə həyat yoldaşları müharibədə gedən, iştirak edən, müharibəyə gedən, iştirak edən, orada həlak olan, dul qalmış saysız hesabsız qadınlar var idi. Və deyir, o qadınların şivəni, səsi hədər olmaz. Çəkdikləri, yaşadıkları hədər olmaz. Bax sən sonuna himməti türkan hədər olmaz. Himməti türkan deyəndə burada türklərin himməti, yəni türklərin göstərdiyi səy, apardığı mübarizə nəzərdə tutulur. Deyir, sən deyir sonuna bax. Türklərin burada deyir, himməti, göstərdikləri səyi hədər olmaz. Bədbəxt olan əfğani yetiman hədər olmaz. Bədbəxt olan əfğani yetiman deyəndə yetim qalmış uşaqlar, anasız, atasız qalmış uşaqlar nəzərdə tutulur və deyir ki, onların deyir, deməli, əfğani yetiman harayı, səsi, fəryadı boşuna getməz, hədər olmaz. Yenə əvvəldəki 2 misra təkrar olunur. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsi hədərmi? Davam edirik. Qan ilə qazandıq zəfəri verməriz əldən. Xof eyləmədik atəşi dəhhaş düvəldən. Bir zərrə belə qorxmayırız dəstə əcəldən. İstərsə cahan çevrili varsın da təməldən. Türkün üzü çevrilməyəcək səmti əməldən. Türklər geriyə dönməyəcək müslih əməldən. Yüksək yaşamaq istər ikən cümləmil əldən. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsi hədərmi? Deməli, burada deyir ki, qan ilə qazandıq zəfəri, verməriz əldən. Yəni deyir, biz zəfəri döyüşərək, mübarizə apararaq, çalışaraq, vuruşaraq qazanmışıq. Yəni deyir, biz əziyyətlə, min bir şəhid qanı hesabına aldığımız zəfəri əldən verərikmi? Vermərik. Xof eyləmədik atəşi dəhhaş düvəldən. Atəşi dəhhaş düvəl deyəndə, yəni ki, bu savaşda hər cür dəhşət olur, od olur, atəş olur, hücumlar olur, yəni də qarşı durmalar olur. Yəni deyir, xof eləmək. Bunların yəni deyir, heç birindən xof eləmədik, qorxmadıq. Bir zərrə belə qorxmayırız dəstə əcəldən. Dəstə əcəl nədir? Əcəl nədir? Ölüm. Ölümün deyir, yəni yaxınlaşmasından, ölümlə üz-üzə gəlməkdən belə qorxmuruq biz. İstərsə cahan çevrili varsın da təməldən. Yəni deyir, cahan çevrili varsın da təməldən. Yəni yer öz oxundan çıxsa da, dünya öz oxundan çevrilsə də, öz səmtindən, öz nizamından çevrilsə də, biz yenə deyir, qorxmarıq.
yəni savaşın burada dəhşətini bildirmək istəyir ki, yəni savaş nə qədər dəhşətli, nə qədər qorxulu olsa da, biz yenə də bu yəni yoldan dönmərik. Türkün üzü çevrilməyəcək səmt-i əməldən. Görürsünüz, burada da qeyd olunub. Səmt-i əməl, yəni məqsədinə, qələbəyə gedən yoldan çevrilməyəcək. Səmt-i əməl, yəni özünə əməl Türklər özlərinə nəyə əməl seçiblər? Mübarizəni. Yəni deyir, üzümüz o mübarizədən, o səmt-i əməldən çevrilməyəcək. Türklər geriyə dönməyəcək müslih əməldən. Müslih əməl deməli, yəni nə demək istəyir burada? Sülh və asayişi bərpa etməyə çalışmaq kimi mənalandırılır bu. Yəni ki, bizim mübarizəmizin əsas məqsədi odur ki, biz mübarizə aparaq, sonda sülhü, asayişi, rahatlığı, barışı bərpa eləyək. Biz bunun uğrunda çalışırıq və biz deyir, yəni biz türklər bu müslih əməldən geriyə dönməyəcəyik. Yəni burada demək istəyir ki, bizim niyyətimiz əslində safdır. Biz yer üzündə barış, yəni necə deyək, asayiş, sakitliyi bərpa etməyə, haqq ədaləti bərpa etməyə çalışırıq. Yüksək yaşamaq istərkən cümlə miləldən, yəni cümlə millətlərdən, başqa millətlərdən yüksək yaşamaq istədiyimiz üçün bizim bu mübarizəmiz sona qədər davam edəcək. Sonda yenə əvvəldə 2 dəfə təkrarlanan beyt təkrarlanır. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbs edərmi? Və bilirsiniz ki, bu dövr yazılan bir çox şeirdə biz bu məqamı görə bilirik ki, sonda misraların bu cür təkrarlanması nümayiş olunur. Gəlin indi Türkün nəğməsi şeiri ilə bağlı ümumi məqamlara baxaq, təhlili ilə bağlı. Deməli, şeir bilirsiniz ki, həyatı əks etdirmə növü olaraq lirik növdədir, təbii ki. Sonra burada deməli, şeirin vahidi bənddir. Vəzni əruz vəzni və həzəc bəhrində yazılmışdı. Şeirin ideyası milli, daha doğrusu mövzusu milli azadlıq, ideyası məfkürə yolunda tökülən qanların, axıdılan qanların hədər getməyəcəyinə inam hissindən ibarətdir. Problem olaraq isə burada qoyulan problem odur ki, vətənin azadlığının, müstəqilliyinin itirilməsi bir problemdir və türklər bunu bərpa etməyə çalışırlar. Bunun uğrunda mübarizə aparırlar. Şeirdə tərənnüm var, tərənnümdən istifadə olunub. Şeir romantik üslubda yazılıb, dediyimiz kimi. Məhəmməd Hadi romantizm ədəbi cəryanının nümayəndəsi idi və təbii ki, əsərlərdə romantik üslubda yazılırdı. Əsərdə müəllifin adını çəkməsinə, özünü müraciətə rast gəlmirik, yoxdur belə bir məqam. Təkrarlanan misralara yer verilmişdi və bunu da demişik. Bəli, alınma sözlərdən də istifadə olunub. Düzdür, şeirin dili aydındır, oxuyuruq, başa düşürük, amma alınma sözlərdən də istifadə olunub. Əsərdə bədii sualın işlənməməsi məsələsi bu biraz müzakirəli məsələdir. İşlənib deyənlər də var, işlənib deyənməyənlər də var. Şəxsi fikrimə, şəxsi qənaətimə görə işləndiyini düşünürəm. Mən burada belə əsaslandırılır ki, Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbs edərmi? Bu misra deyirlər ki, bunlara digər bənddə cavab verilir. Şeirin ümumi mahiyyətində sanki bunlara cavab verilir. Ona görə bədii sual olduğunu düşünməyənlər də var. Amma mən düşünürəm ki, bu 2 misra sanki bir ümuma, bütün türklərə ünvanlanmış bir sual kimidir və ona görə də bədii sual olaraq yanaşıram. Birinci Dünya Müharibəsinə həsr olunub, 1918-ci ildə yazılıb, 4 ildə verilmiş bu qədər can hədər olmaz deyəndə də Birinci Dünya Müharibəsi 1914-18-ci illərdə türklərin apardığı mübarizə, bu yolda verdikləri şəhidlər, axıtdıqları şəhid qanları nəzərdə tutulur. Bundan başqa burada şəhidlərin qanının, dul qadınların ah naləsinin, türklərin göstərdiyi səylərin hədər getməyəcəyi vurğulanır. Lirik qəhrəman burada qələbə əzmini deməli göstərir. Türklərin qələbə əzmini çatdırmağa çalışır. Əsərdə savaşa çağırış varmı? Bəli, savaşa çağırış var. Ruh yüksəkliyi yaratmağa çağırış var. Yəni çünki deyir ki, türklər mübarizəsini davam elətdirəcək və sonda öz niyyətlərinə çatacaq. Əsərdə bədbinlik varmı? Xeyr, əsərdə bədbinlik yoxdur. Düzdür. Müharibənin yaratdığı problemlər, ağrı, acılar, fəlakətlər onlara nişan verilir. Məsələn, dul qalmış yetimlərin, deməli dul qalmış qadınların burada nöfey nisvan, yəni dul qalmış qadınlar nöfey nisvan deyəndə
onların şivəni nəzərdə tutulurdu. Sonra yetimlərin fəryadı nəzərdə tutulurdu. Yəni bu müharibənin nəticəsində baş verən fəlakətlər idi. Bunlara işarə var, amma ümumilikdə şeirin ruhunda bədbinlik yoxdur. Əksinə gələcəyə inam var, qələbəyə inam var, savaşa çağırış var, ruh yüksəkliyi yaratmağa xidmət edir. Yəni uğurlu gələcəyə köklənmiş əsərdir və əsərdə azadlıq, istiqbal uğruna mübarizəyə yer verilmişdi. Əsərdə aşılanmağa çalışan əsas fikir odur ki, əgər bir deməli azadlıq ki, qan ilə, savaş ilə qazanılır, onu biz deyir əldən verməliyik. Deməli, hətta burada deyir ki, biz dövlətlərin dəhşətli hücumlarından, ölümün yaxınlaşmasından belə, yəni ölümlə qabaq-qabağa gəlməkdən belə qorxmuruq. Türklər nə olursa olsun öz yolundan dönməyəcək. Belə şeirin məzmununu oxuduq, təhlilini elədik. Ümid edirəm ki, izləyən hər kəs üçün faydalı olacaq. Təbii ki, şeirlə bağlı fikirlərinizi, bəyəndiyiniz, bəyənmədiyiniz cəhətləri təhlillə bağlı şərhlərdə qeyd edə bilərsiniz. Çox sağ olun.